El nə deyər ifadəsi sadəcə iki sözdən ibarət gündəlik fraza deyil. Bu, əsrlər boyu formalaşmış, fərdi azadlıqları buxovlayan və şəxsiyyətin inkişafını tormozlayan görünməz bir sosial idarə etmə mexanizmidir. Bir insanın nə geyinəcəyinə, hansı peşəni seçəcəyinə, kimi sevəcəyinə, necə yaşayacağına və hətta necə kədərlənəcəyinə belə kollektiv şuurun qərar verməsi təsadüfən yaranmayıb. Bu psixoloji zəncirin kökləri dərin sosioloji, fəlsəfi və ən əsası tarixi qatlara dayanır. Şərq cəmiyyətlərinin, o cümlədən Azərbaycanın sosial strukturunda baş verən ən böyük dönüş nöqtələrindən biri ərəb işğalları və bu proseslə birgə regiona nüfuz edən ərəb qəbilə mentalitetidir. Ərəbistan yarımadasının sərt səhra şəraitində formalaşan bu cəmiyyət modelində fərdin heç bir müstəqil dəyəri yox idi. Bütün varlıq qəbilənin, tayfanın, birliyin saxlanılmasına xidmət edirdi. Səhrada fərdi şəkildə mövcud olmaq ölümə bərabər idi. Buna görə də icmanın verdiyi qərarlar, formalaşdırdığı adətlər mütləq və toxunulmaz qanun hesab olunurdu. Qəbilə institutunun bu sərt qanunları zamanla sosial həyatın mərkəzinə keçdi. Nəticədə fərdin özünü təsdiqi və şəxsi xoşbəxtliyi deyil, qohum-əqraba, tayfa, məhəllə kimi kollektiv institutların məmnunluğu əsas normaya çevrildi. Bu mentaliteti insanı daxili mənəviyyatdan çox xarici nəzarətə tabe etdi. Tək olsan məhv olarsan, elin normasından çıxsan təcrid olunarsan. Fərdiyyətçiliyin boğduğu bu mühitdə insan öz arzu və potensialını icmanın tələblərinə qurban verməyə alışdırıldı. Sosioloji baxımdan cəmiyyətlər iki böyük modelə bölünür: kollektivist və fərdiyyətçi cəmiyyətlər. Avropada 17-18-ci əsrlərdə baş verən maarifçilik dövrü, Immanuel Kant, John Locke kimi mütəfəkkirlərin fəlsəfəsi fərdin muxtariyyətini, onun toxunulmaz hüquqlarını və öz taleyini özünün müəyyən etməsi prinsipini mərkəzə qoydu. Qərb insanı üçün qanun və fərdi vicdan əsas meyar olduğu halda, şərq cəmiyyətlərində kollektivist model üstünlüyünü saxladı. Kollektivist cəmiyyətdə fərd müstəqil subyekt deyil, böyük bir sosial mexanizmin kiçik bir çarxıdır. Əgər bir çarx fərqli fırlanmağa, öz oxundan kənara çıxmağa çalışırsa, bütün mexanizm onu sıradan çıxarmağa və ya əzməyə yönəlir. Bizim cəmiyyətdə el nə deyər məhz bu kollektivist baskının şifahi konstitusiyası rolunu oynayır. Bu mexanizm fərdin fərqli olmaq, öz yolunu seçmək cəsarətini cəmiyyət təzyiqi ilə cəzalandırır. Məşhur antropoloq Ruth Benedict'in cəmiyyətləri təsnif edərkən ortaya qoyduğu utanc mədəniyyəti və təqsirkarlıq mədəniyyəti konsepti bu vəziyyəti psixoloji olaraq mükəmməl izah edir. Təqsirkarlıq mədəniyyəti insanı saxlayan əsas daxili kompasdır. Şəxs, mən pis bir şey etdim, bu mənim daxili dəyərlərimə ziddir deyə düşünür. Yəni, əməli heç kim görməsə də fərd öz vicdanı qarşısında cavabdehdir. Utanc mədəniyyəti. Burada daxili vicdan ikinci plana keçir. Əsas məsələ başqalarının görməsidir. Əgər bir səhvi, davranışı heç kim görmürsə, o problem sayılmır. Amma əgər el gördüsə, bu artıq fəlakətdir. El nə deyər düşüncəsi insanları həqiqətən əxlaqlı olmağa deyil, əxlaqlı görünməyə məcbur edir. Bu isə cəmiyyətdə dərin bir ikiləşmə, riyakarlıq və daimi psixoloji gərginlik yaradır. İnsan özü olmaqdan imtina edib kənar şəxslərin gözündə ideal görünmək üçün bir ömür teatr səhnəsində aktyor kimi yaşayır. Tarixdən gələn bu kollektiv nəzarət sistemi müasir Azərbaycan cəmiyyətində sosial polislər şəklində özünü göstərir. İnstitusional qanunların fərdi sərhəd anlayışının tam formalaşmadığı mühitdə sosial nəzarəti kənar baxışlar öz üzərinə götürür. İnsanlar hüquqları pozmaqdan yox, qohumların, qonşuların, iş yoldaşlarının onların geyimini, şəxsi həyatını və ya seçimini müzakirə etməsindən qorxurlar. Bunun bədəlini isə toplum olaraq inkişafımızla ödəyirik. Öz potensialını reallaşdıra bilməyən, sırf başqaları tərifləsin deyə istəmədiyi ixtisasda oxuyan, sevmədiyi insanla evlənən, el adəti adı altında illərlə borc ödəyib dəbdəbəli toy edən milyonlarla fərd yetişir. Tarixən səhrada sağ qalmaq üçün lazım olan bu qəbilə mexanizmi müasir dövrdə insanımızı azad düşünməkdən və yaradıcılıqdan saxlayan əsas maneəyə çevirib. İnkişaf etmiş bir ölkədən, məsələn Avropanın sakit, küçələrində fərdlərin bir-birini süzmədiyi bir şəhərindən ölkəmizə qaydanda ilk diqqət çəkən şey havanın rütubətli və ya nəqliyyatın sıxlığı olmur. İlk hiss olunan şey cəmiyyətin üzərinə çökmüş o ağır, kəsici və gərgin negativ ab
havadır. Şəhərdə gəzərkən, metroda, kafedə və ya tıxacda insanların gözlərində bir-birinə qarşı gizli bir müdafiə, hətta hücuma hazır duruş sezilir. Çoxları bu ümumi qıcıqlığı və aqressiyanı dərhal iqtisadi vəziyyət, sosial çətinliklər və ya gündəlik qayğılarla əlaqələndirir. Şübhəsiz ki, iqtisadi amillər vacibdir, lakin məsələnin kökü daha dərinə, cəmiyyətin kollektiv psixologiyasında və fərdlərin şuuraltına hakim olan dərin illüziyalardadır. Psixologiyada spotlight effekt adlanan çox mühüm bir fenomen var. Bu, fərdin özünü daima teatr səhnəsində üzərinə parlaq projektorlar yönəlmiş bir aktyor kimi hiss etməsi hallarıdır. İnsan elə zənn edir ki, küçəyə çıxanda, maşına minəndə, bir kafedə oturanda və ya geyimini dəyişəndə hər kəs bütün diqqətini ona yönəldib, onun hər hərəkətini analiz edir. Əslində isə bu, insanın özünü dünyanın mərkəzində görməsindən doğan boş bir egodur. Reallıq isə tamamilə fərqlidir. Heç kimin vecində deyilsiz. Hər bir insan öz problemləri, öz maliyyə qayğıları, ailə daxili münaqişələri, xəstəlikləri və ya şəxsi arzuları ilə əlləşir. Sizin geyindiyiniz şortik, maşınınızın markası, makyajınızın dərəcəsi və ya yerimə tərziniz kənar bir insan üçün uzağı 3-5 saniyəlik bir müşahidə mövzusudur. O baxışdan dərhal sonra qarşıdakı insan öz dünyasına, öz dərd sərinə qayıdır. Evdə saatlarla bəzənib kafeyə gedən, illərdir sürdüyü maşını dəyişmədiyi üçün utanan, ev ala bilməyib kirayədə qaldığı üçün əzilən adam reallıqda var olmayan, öz beynində yaratdığı mühakimə edici cəmiyyət obrazı ilə savaşır. İnsanlarımız olmayan bir auditoriya üçün rol oynayır və bu rolu oynayarkən tükənirlər. Bəs nə üçün hamı bir-birinə bu qədər diqqətlə baxır? Niyə birinin geyimi, boşanması, harda işləməsi bu qədər kütləvi müzakirə obyektinə çevrilir? Çünki başqasının onu izlədiyi, mühakimə etdiyi qorxusu ilə yaşayan insan özünü qorumaq üçün özündən asılı olmadan ətrafı izləməyə başlayır. Bu psixoloji bir müdafiə mexanizmidir. Mən onları daha tez görüm ki, mənə gələcək hücumu və ya mühakiməni qabaqlayım. Beləliklə, sosial zəncirvari reaksiya yaranır. A insanı B-yə baxır, B insanı A-nın ona baxdığını görüb daha sərt baxışla qarşılıq verir. Nəticədə bütün şəhər bir-birini potensial rəqib, qüsur axtaran düşmən kimi süzən, gərgin fərdlər kütləsinə çevrilir. Bu proses insanın qiymətli psixi enerjisini tamamilə boş şeylərə sovurur. Neyrobioloji olaraq daima ətrafı nəzarətdə saxlamaq, kənar şəxslərin baxışlarını analiz etmək, beynin təhlükə mərkəzini, yəni amigdalanı daimi aktiv saxlayır. Bu isə bədənə fasiləsiz olaraq kortizol, yəni stres hormonu ifraz etdirir. İnsan günün sonunda heç bir fiziki iş görməsə də özünü hədsiz dərəcədə yorğun, tükənmiş və əsəbi hiss edir. Çünki bütün enerjisini öz bütövlüyünə, daxili inkişafına deyil, kənar dünyanın illüzor təzyiqinə qarşı müdafiəyə xərcləyib. İnkişaf etmiş cəmiyyətlərdə insanlar küçədə yeriyərkən kənar baxışları öz üzərlərində hiss etmirlər. Çünki orada fərdi sərhədlərə hörmət təkcə hüquqi deyil, psixoloji bir mədəniyyətdir. İnsanlar bilir ki, kimsə fərqli geyinibsə, bu onun fərdi seçimidir və heç kimin onun həyatına müdaxilə etmək, onu süzmək və ya müzakirə etmək haqqı yoxdur. Bizdə isə başqasını mühakimə etmək həddən artıq asan bir çıxış yoludur. Bir insanın öz həyatında bir nailiyyəti, daxili dincliyi və özünü təsdiqi yoxdursa, o, öz boşluğunu başqalarının qüsurlarını axtarmaqla doldurur. Birinin niyə evlənmədiyini, digərinin niyə boşandığını, bir başqasının geyimini müzakirə etmək öz uğursuz və sıxıcı həyatından qaçış mexanizmidir. Bu, daxili komplekslərin xaricə proyeksiyasıdır. İnsanın xarakteri və şəxsiyyəti məhz bu məişət mühakimələri, bu ucuz qeybətlər içində kiçilir və korlanır. Başqalarının həyatını müzakirə edən insan öz həyatının müəllifi ola bilmir. Biz öz diqqətimizi kənardan çəkib öz daxilimizə yönəltmədikcə, günümüzü necə xoş, səmərəli və rahat keçirə biləcəyimizi düşünmədikcə, bu negativ ab-hava şəhərimizin üzərindən çəkilməyəcək. Reallıq budur. Heç kim sizi düşündüyünüz qədər dərindən düşünmür. Bu zənciri qırmağın ilk addımı öz beyninizdəki o saxta projektorları söndürməkdir. Cəmiyyətin genetik kodlarına işləmiş bu el-oba nə deyər psixologiyası göydən düşmür. O, ailə mühitində, beşik başında və valideynlərimizin şuuraltı mesajları ilə formalaşır.
Körpə doğulduğu andan etibarən dünyanı kəşf etməyə, öz mənliyini qurmağa başlayır. Lakin bizim sosio-mədəni reallığımızda uşaq müstəqil bir fərd, azad bir şəxsiyyət kimi deyil, valideynin sosial statusunu möhkəmləndirən, qohum-əqrəba qarşısında fəxr obyekti kimi istifadə edilən bir layihə kimi böyüdülür. Bizim ailələrin böyük əksəriyyətində tərbiyənin əsas məqsədi uşağın daxili xoşbəxtliyi, emosional zəkası və ya potensialının reallaşması deyil, onun xaricə necə görünməsidir. Uşaqlıqdan verilən mesajlar tamamilə xarici nəzarətə yönəlib. Düz otur, el baxır, ağlama cəmaət nə deyər, oğlum, qızım, oxu ki filankəsin yanında başımız uca olsun. Bu yanaşma uşağın psixologiyasında dərin bir yara açır. Uşaq anlayır ki, onun şəxsi hiss elədikləri, kədəri, sevinci və arzuları ikinci dərəcəlidir. Əsas olan kənar şəxslərin gözündə yaradılan tərbiyəli, uğurlu uşaq obrazıdır. Ailələr uşaqlarını öz həyatlarını azad yaşasınlar deyə yox, onların uğurlarını başqalarına nümayiş etdirərək fəxr etmək üçün böyüdürlər. Uşaq valideynin öz reallaşdıra bilmədiyi arzularının və komplekslərinin yükünü çiynində daşımağa məcbur edilir. Nəticədə böyüyəndə öz istəklərini tanımayan, daima kənardan təsdiq gözləyən, özü ola bilməyən kövrək fərdlər ordusu yaranır. Bu tərbiyə modelinin ən zərərli tərəfi uşağı daima başqaları ilə müqayisə edərək böyütməkdir. Bax, xalanın oğlu necə qiymətlər alır, əmin qızı gör necə sakitdir, sən isə bu kimi cümlələr uşağın daxili dünyasını darmadağın edir. Psixoloji baxımdan uşağı başqası ilə müqayisə etmək ona verilə biləcək ən böyük cəzadır. Bu, uşağa sən olduğun kimi dəyərli deyilsən, sən yalnız başqalarından üstün olsan və ya onlara çatsan sevilməyə layiqsən mesajını verir. Bu toxumlar böyüdükcə daxildə iki böyük canavar bəslənir. Saxta üstünlük hissi və ya natamamlıq kompleksi. Uşaq böyüdükcə bu müqayisə vərdişi onun xarakterinin ayrılmaz hissəsinə çevrilir. O artıq həyata mən nə istəyirəm sualı ilə deyil, filankəsdə nə var, məndə niyə yoxdur sualı ilə baxır. Bu müqayisənin isə sonu heç vaxt gəlmir. Çünki hər zaman daha yaxşı maşını olan, daha böyük evdə yaşayan, daha çox pul qazanan biri tapılacaq. Bu sonsuz yarış insana içi boş paxıllıq, daimi həyəcan və məğlubiyyət hissindən doğan kindən başqa heç nə vermir. İnsan öz uğurunu öz daxili inkişafı ilə deyil, başqasının uğursuzluğu ilə ölçməyə başlayır. Uşaq yaşlarından başqaları ilə rəqabətə sürüklənən fərdlər böyüdükdə cəmiyyətin digər üzvlərini müttəfiq, dost və həmməslək kimi görə bilmirlər. Ətrafdakı hər bir insan onun üçün potensial rəqibdir. İş yerində həmkarının uğuruna sevinə bilməyən, sosial şəbəkələrdə başqasının xoşbəxtliyinə gizli nifrət bəsləyən, dostunun uğursuzluğundan gizli bir rahatlıq tapan insan tipləri məhz bu zəhərli tərbiyənin məhsuludur. Biz öz cəmiyyətimizin fərdlərini rəqib gördüyümüz üçün kollektiv şəkildə inkişaf edə, bir-birimizə dəstək ola, böyük sosial layihələr ortaya qoya bilmirik. Enerjimiz bir-birimizin ayağından çəkməyə, bir-birimizin qüsurunu tapıb özümüzü yüksəltməyə sərf olunur. Pedaqogika və modern psixologiya birmənalı olaraq bildirir. İnsanı müqayisə edə biləcəyiniz tək bir şəxs var, onun dünənki özü. Sağlam bir cəmiyyət qurmaq istəyiriksə, uşaqlarımıza başqalarının evini, maşınını, həyatını izləməyi deyil, öz daxili potensialını kəşf etməyi öyrətməliyik. Uşağa veriləcək əsas sual filankəs neçə aldı deyil, sən bugün, dünən bilmədiyin nəyi öyrəndin, dünənki sənlə bugünkü sənin aranda nə fərq var olmalıdır. İnsan özünü yalnız öz keçmişi ilə müqayisə etməyə başladıqda daxili sakitlik tapır. O anlayır ki, hər kəsin start nöqtəsi, imkanları, genetik potensialı və həyat şərtləri fərqlidir. Bir insanın harda olması deyil, hardan hara gəlməsi əsasdır. Bu şuurla böyüyən uşaq başqalarının həyatına hörmətlə yanaşır. Heç kimi mühakimə etmir, paxıllıq hissi ilə özünü tükətmir. O, öz yolunu çəkir və bu yolda yalnız öz rekordu ilə yarışır. Müasir, işıqlı və azad cəmiyyətin təməli məhz bu psixoloji azadlıqdan başlayır. Şəxsi sərhəd anlayışı inkişaf etmiş cəmiyyətlərdə insanın toxunulmaz mənəvi ərazisi hesab olunur. Lakin bizdə bu sərhədlər hər gün, hər saat və ən yaxınlarımız tərəfindən kobud şəkildə tapdalanır.
Cəmiyyətimizdə başqasının həyatına burnunu elə-belə qayğıkeşlik adı altında soxmaq normal mədəniyyət forması kimi qəbul edilib. Biz ayıbın nə olduğunu, qayğının harda bitib, təcavüzün harda başladığını kökündən qarışdırmışıq. İş yerində, qohum məclislərində, küçədə və ya sosial şəbəkələrdə insanlara verilən intim sualların ardı arası kəsilmir. Niyə evlənmirsən? Yaşın keçir. Nə əcəb uşağınız yoxdur? Müalicə olursunuz? Niyə boşandınız? Dözə bilmədin? Nə qədər maaş alırsan? Bu maaşla necə dolanırsan? Nə əcəb maşın almırsan? Tətilə niyə getmirsən? Bu suallar sadəcə maraq və ya diqqətsizlik deyil. Bu, fərdin azadlığına, onun daxili dünyasına və şəxsi seçimlərinə qarşı açıq-aşkar psixoloji təcavüzdür. İnsanların hansı çətinliklərdən keçdiyini, daxilən nə yaşadığını, hansı mənəvi və ya fiziki problemlərlə boğuşduğunu bilmədən onlara bu cür sorğu-sual tutmaq böyük bir mədəniyyətsizlikdir. Çünki bir insanın niyə evlənmədiyini, uşağının niyə olmadığı və ya neçə manat qazandığı yalnız və yalnız onun özünə aid olan şəxsi ərazisidir. Bu sualları verənlər elə zənn edir ki, yaxınlıq və qohumluq onlara başqasının həyatını təftiş etmək hüququ verir. Əslində isə bu, cəmiyyətin nə qədər bərbad emosional zəkaya sahib olduğunu göstərir. Biz insanlara öz həyatlarını azad yaşamağa imkan vermir, onları daima hesabat verməyə məcbur edirik. Bu məişət mühakiməsinin ən təhlükəli tərəfi əxlaq anlayışının içinin boşaldılması və saxtalaşdırılmasıdır. Bizə əxlaqı yanlış öyrədiblər. İllərdir cəmiyyətdə yeridilən stereotiplərə görə əxlaq insanın geyiminin uzunluğu, makiyajı, gecə saat neçədə evə gəlməsi və ya kiminlə gəzməsidir. Halbuki bu əxlaqın ən primitiv və saxta formasıdır. Əxlaq geyimdə yox, davranışda və insani dəyərlərdədir. Əxlaq pulun çoxluğunda deyil, o pulun hansı yolla qazanılmasında və cəmiyyətə necə faydalı olmasındadır. Əxlaq, ailəm var, uşağım var deyib rüşvət almaqda, başqasının haqqını yeməkdə yox, dürüst qalmaqda və ədalətsizliyə qarşı durmaqdadır. Əxlaq, başqasının şəxsi həyatını qeybət etməkdə yox, öz qüsurlarını görüb onları düzəltməyə çalışmaqdadır. Şort geyinən bir gəncə, üzünə makiyaj edən bir qadına, həyatını fərqli yaşayan bir fərdə əxlaqsız damğası vuranlar özləri gün ərzində yalan danışır, rüşvət verir, başqasının haqqına girir və qeybət edirlər. Bu dərin bir psixoloji ikiləşmədir. İnsanlar xarici görünüşü nəzarətdə saxlayaraq öz daxili mənəvi çürümələrini gizlətməyə çalışırlar. Şəxsi sərhədləri tapdalayan və başqalarını mühakimə edən bu yanaşmanın iqtisadi vəziyyətlə birbaşa əlaqəsinin olmadığını görmək çox asandır. Ətrafınıza baxın, nə qədər maddi imkanı olan, dəbdəbəli maşınlar sürən, böyük evlərdə yaşayan, amma daxilən tamamilə cahil, zövqsüz, paxıl və mədəniyyətdən uzaq insanlar var. Bu insanlar kasıb da olsaydılar, eyni zehniyyətdə qalacaqdılar. Maddi imkan insanın yalnız xarici imkanlarını böyüdür, daxili keyfiyyətini və vizyonunu yox. Əgər bir insanın daxili inkişafı, mədəniyyəti, intellektual səviyyəsi yoxdursa, o milyonçu da olsa, başqasının geyimini, ailəsini, boşanmağını müzakirə edən o kiçik məişət insanı olaraq qalacaq. Əksinə, daxili azadlığa və yüksək emosional zəkaya sahib insan kasıb şəraitdə də yaşasa, heç kimin şəxsi həyatına müdaxilə etməz, heç kimi mühakimə etməz və öz ləyaqətini qoruyar. Məsələ pulda deyil, məsələ insanın öz üzərində işləməsində və şəxsi sərhədlərə hörmət etməyi öyrənməsindədir. Biz bu ibtidai baxış bucağını dəyişmədikcə bir-birimizin həyatını cəhənnəmə çevirməyə davam edəcəyik. Cəmiyyətimizi illərdir iflic edən, fərdləri daimi gərginlikdə saxlayan və inkişafın qarşısını alan bu el-oba nə deyər zəncirini qırmaq imkansız deyil. Lakin bu dəyişiklik göydən düşməyəcək, dövlət qərarları ilə və ya iqtisadi rifahın artması ilə avtomatik baş verməyəcək. Dəyişiklik hər bir fərdin daxilində öz düşüncə sistemində atacağı kiçik, lakin cəsarətli addımlardan başlanır. Bizim cəmiyyətin ən böyük xəstəliklərindən biri daimi deyinmək, pıçıldaşmaq və havaya şikayət etmək mədəniyyətidir. İş yerlərində, sosial şəbəkələrdə, dost məclislərində saatlarla başqalarının qüsurlarını, sistemin nöqsanlarını, fərdlərin həyatını müzakirə edirik. Lakin bu söhbətlərin sonunda heç bir real nəticə ortaya çıxmır. Hamı deyinir,
daxilindəki neqativ enerjini ətrafa yayır və sonda əşin nə isə biz düzələn deyilik deyib dağılışır. Bu sadəcə enerji itkisidir. Əgər bir insanın, bir qurumun və ya bir sistemin haqsızlığı ilə qarşılaşmısınızsa, bunu kənarda qeybət etmək yox, birbaşa və mədəni şəkildə ifadə etmək lazımdır. İnsanın üzünə deyə bilmədiyiniz şeyi arxasında danışmayın. Narazı olduğunuz məsələdə rəsmi şikayət hüququnuzdan istifadə edin. Açıq və sivil şəkildə mövqeyinizi bildirin. Əgər nəyisə dəyişdirməyə gücünüz və ya niyyətiniz yoxdursa, havanı neqativlə çirkləndirməyin. İfadə olunmayan, yalnız deyinməyə çevrilən narazılıq insanı için-için çürüdür və cəmiyyətdə ümidsizlik atmosferi yaradır. Biz başqalarının səhvlərini, qüsurlarını və uğursuzluqlarını görməyə o qədər alışdırılmışıq ki, yaxşı şeyləri görmək qabiliyyətimizi itirmişik. Qüsur tapmaq həddindən artıq asandır. Bu, heç bir intellekt və ya mənəvi dərinlik tələb etmir. Əsl yetkinlik və yüksək emosional zəka başqalarındakı yaxşı tərəfləri kəşf edə bilməkdir. Heç bir insan, heç bir sistem və ya heç bir hal tamamilə ideal və ya tamamilə bərbad ola bilməz. Hər bir insanın daxilində həm işıqlı, həm də qaranlıq tərəflər var. Əgər biz gün ərzində ətrafımızdakı insanların pis yox, yaxşı tərəflərini görməyə başlasaq, onlara səmimi təriflər desək və dəstək olsaq, möcüzəvi bir dəyişiklik baş verər. İnsan ona müsbət enerji ötürüldükdə öz yaxşı tərəflərini daha da böyütməyə həvəs göstərir. Bu, balaca bir qığılcımla başlayan, lakin bütün toplumu əhatə edə bilən domino effektidir. Müsbət yanaşma zəncirvari reaksiya yaradır və neqativ ab-havanı təmizləyir. Bizim valideynlərimizin etdiyi səhvləri, bizə caladıqları stereotipləri biz gələcək nəslə ötürməməliyik. Bizim valideynlərin etdiyi xətaların bədəlini bugün geridə qalmış, gərgin bir cəmiyyətdə yaşamaqla ödəyirik. Əgər biz də uşaqlarımızı el nə deyər, filankəsin uşağına bax prinsipi ilə böyütsək, övladlarımızı da bu azadlıqdan məhrum olunmuş daxili həbsxanaya məhkum edəcəyik. Biz övladlarımıza başqalarının həyatına qarışmamağı, fərqliliklərə hörmət etməyi, öz sərhədlərini qorumağı və başqalarının sərhədlərini tapdalamamağı öyrətməliyik. Azad, daxilən dinclik tapmış və özü ilə barışıq yaşayan fərdlər tərbiyə etmək bizim bu cəmiyyət qarşısında ən böyük borcumuzdur. Nəticə olaraq özümüzü yeniləməsək, köhnə, çürümüş cümlələr və qəbilə şüuru ilə yaşamağa davam etsək, heç nə dəyişməyəcək. Xoşbəxt, rahat, bir-birinə dəstək olan və azad insanların yaşadığı cəmiyyət bir xəyal deyil. Bu, hər birimizin fərdi özünü inkişafından keçir. Hər gün yeni bir şey öyrənmək, kitab oxumaq, emosional və intellektual zəkamızı artırmaq, heç kəsi mühakimə etmədən öz həyatımızı yaşamaq bizim əlimizdədir. Başqalarının nə düşündüyü illüziyasını bir tərəfə buraxın. Həyat başqalarının gözündə ideal görünmək üçün çox qısadır. Özünüzə qayıdın, özünüzü inkişaf etdirin və bu cəmiyyətə verə biləcəyiniz ən böyük dəyəri verin. Azad, xoşbəxt və başqalarının həyatına qarışmayan işıqlı bir fərd olun. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.